İndi isə keçək GPT botların hazırlanmasına. Daha öncə qeyd etdiyim kimi GPT-lər bölməsinə, GPT botların hazırlanmasına iki hissədən keçid ala bilərik. Biri bu GPT-lər bölməsidir, digəri isə sağ tərəfdə olan menyudan həmin bölməyə keçid ala bilərik. Bura daxil olduğumuzda başqalarının hazırladığı GPT botlarıdır. Biz isə oluştur bölməsindən özümüz bot hazırlayacağıq. Oluştur bölməsi iki hissəyə bölünür. GPT yaradılması bölməsi. Oluştur bölməsi ChatGPT-nin özündən dəstək alaraq GPT botu yaradılması prosesidir. Biz bundan istifadə etməyib özümüz sıfırdan bir bot yaradacağıq. Buna görə yapılandır bölməsinə keçməliyik. Yapılandır bölməsində bu hissədən ChatGPT-yə icon seçə bilərik. Hər hansı bir icon ya kompüterdən ya da ki GPT-nin özündən istifadə edərəkdən bir şəkil düzəldib profil şəkli edə bilərik burada. Bu hissədə ChatGPT-yə bir ad veririk. Məsələn bir ad verdik. Bu arada bu videonu bu bölməyə kimi izləyənlər üçün məndə 100-ə yaxın marketinq haqqında kitab var. O kitabların hamısını bu bota əlavə edəcəm və link vasitəsilə həmin GPT botu videonun açıqlama bölməsində əlavə edəcəm. Həmin botun linkini kimlər üçün faydalı olacaqsa istifadə edə bilər. Açıqlama bölməsinə qısaca bu botun nə bacardığını qeyd edə bilərik. Marketinq haqqında araşdırmalar və s. nə uyğun görürüksə onu qeyd edirik. Təlimatlar bölməsində qeyd edirik ki, ChatGPT necə davranmalıdır. Məsələn, biz müxtəlif dillərdə kitablar əlavə etmişiksə, ChatGPT-yə bildirə bilərik ki, sorğu hansı dildə olursa olsun, yalnız Azərbaycan dilində cavab ver. Yaxud da sorğunun dilinə uyğun şəkildə cavab ver. Qeyd edə bilərik ki, bu botda gələn sorğulara hər zaman qaynağı göstərərəkdən cavablar ver. Məsələn, 100 dənə kitab əlavə etmişəmsə, bu zaman hansı kitaba əsasən cavab verilibsə, həmin kitabın adı qeyd olunacaqdır. Konuşma başlatıcılar. Konuşma başlatıcılar öncədən bir neçə sorğu hazır saxlaya bilərik ki, botu istifadə edən şəxs ən yuxarıda həmin hazır sorğuları görəcək və həmin sorğuya klik etdiyi zaman avtomatik sistem həmin sorğunu prompt kimi qəbul edəcəkdir. Dosya yükləmək bölməsi ilə birbaşa kompüterimizdə olan faylları seçib bu bota əlavə edə bilərik ki, həmin məlumatlara əsasən sistem həmin botu fərdləşdirsin. Bu botun hansı funksiyaları icra edəcəyini, daxilindəki funksiyaları öncədən seçə bilərik. Məsələn, internetdə axtarış, Canvas funksiyası, vizual düzəltmə kimi öncədən qeyd edə bilərik. Həmçinin yeni eyləm oluştur düyməsi vasitəsilə API bağlantısı yarada bilərik bu GPT botu ilə. Əgər hazır bir API varsa, yaxud başqa bir API-dən istifadə etmək istəyiriksə, bunu da buradan əlavə etmək mümkündür. Biz API istifadə etməyəcəyik, sadəcə məlumat əsasında botu fərdləşdirəcəyik. Gördüyünüz kimi bəhs etdiyim 100-ə yaxın marketinq kitabıdır. İndi bunlardan yalnız bir neçəsini seçəcəm. Daha sonra isə bunların hamısını bu bota əlavə edib, botun da linkini videonun açıqlama bölməsinə əlavə edəcəm. Bəli, kitablar artıq yükləndi və artıq botu test edə bilərik. Botu test etmək üçün birbaşa burada sağ tərəfdən sorğu yaza bilərik ona. Ya da yazaq birbaşa nələri bacarırsan. Bəli, qeyd etdiyimiz məlumatlar, əlavə elədiyimiz fayllar marketinq sahəsi ilə bağlı olduğu üçün bot bizə həmin kitablara əsasən nələr edə biləcəyini qeyd etdi. Çox şirkətlər GPT botlarını belə deyək, şirkət daxili bir FAQ faylı kimi istifadə edir. Məsələn, şirkətimizlə bağlı hər hansı bir məlumat bazası varsa, şirkətin daxili qaydaları ola bilər və s. Yeni gələn əməkdaşların bu məlumatlardan xəbərdar olması üçün belə bir bot hazırlayıb yeni gələn əməkdaşlara linki vermək olar ki, onlar həmin bot vasitəsilə həmin məlumatları faydalansınlar. Həmçində digər
funksiyalar üçün istifadə edə bilərsiniz. Bir növ belə deyək, bu sizin artıq fantaziyanızdan asılıdır. Əlinizdə olan məlumatlara əsasən o məlumatları botlara əlavə edib müxtəlif məqsədlər üçün istifadə edə bilərsiniz. Bəli, fayl artıq əlavə olunub. Gördüyünüz kimi artıq bot fayllara uyğun şəkildə cavab verir. Oluşdur düyməsinə klik etdiyimiz zaman bizə 3 dənə variant təklif edir ChatGPT. Biri sadəcə mən, yəni ki, bu botu məndən başqa heç kim istifadə etməyəcək və heç kim görməyəcək. Digər variant bağlantıya sahib olan hər kəs üçündür. Yəni bu linki mən kimə paylaşsam, həmin şəxslər bu GPT botundan istifadə edə biləcək. Üçüncü variant isə GPT mağazasıdır. GPT mağazasına əlavə etdiyim zaman bütün hər kəs GPT mağazasından bu botu tapıb onu istifadə edə biləcək. Biz bağlantısı olan hər kəs üçün edirik. Bot artıq hazırdır. Bu botun linkini artıq istədiyimiz şəxslərə göndərib onların istifadəsinə Bəli, botumuz artıq hazırdır. Botun linkini istədiyimiz şəxslərlə paylaşa bilərik ki, onlar da bu botdan faydalansınlar. Kitabların digərlərini də əlavə edərəkdən bu linki videonun açıqlama bölməsinə əlavə edəcəm. Videonu izləyən hər kəsə təşəkkür edirəm və ümid edirəm ki, video sizin üçün faydalı oldu.